Bayaq Instagramda bir video qabağıma çıxdı. Görürəm ki, Bakıda ritual alətləri satılan bir mağaza var. Mağazada da ən çox sevgi ilə, bağlanmaqla, geri qaytarmaqla bağlı şamlar satırlar. Və insanlar da kommentlərdə dalbadal yazırlar ki, bəs biz də istəyirik, effekti neçə günə göstərir, effektini neçə gündə görə bilərik. Bu tipli rəylər yazmağa başlayırlar. Həqiqətən əvvəl elə bildim ki, zarafatdır. Sonra gördüm ki, insanlar ciddi 5 manatlıq, 10 manatlıq şamlarda ümid axtarırlar. Həqiqətən çox maraqlı gəldi ki, insanları aldatmaq, insanların pulunu belə göz görə almaq, yəni bu qədər asandır. Yəni Azərbaycanda pul qazanmaq bu qədər asandır. Yəni Azərbaycanda insanların cahilliyindən istifadə edib pul qazanmaq bu qədər asandır. Yəni sən necə fikirləşə bilərsən ki, 10 manatlıq şam sevdiyin insanı geri qaytaracaq? Yəni doğrudan mənə maraqlıdır ki, yəni neçə nəfərdə bu işə yarayıb ki, təsadüfi şəkildə. Ya insanlar buna inanmağa başlayıb. Bu mif kimi şəhərdə, Azərbaycanda yayılmağa başlayıb. Və yaxud yazıb ki, ceyran göbəyi satıram. Nə işə yarayır onu da bilmirəm. Ceyran göbəyi satıram. Bütün pis vərdişlərdən qoruyur. Pis cadulardan qoruyur. Yəni bir tərəfdən gedən insanı geri qaytarmaq istəyirlər. Yəni öz şüuru ilə, öz qərarı ilə gedən insanı qaytarmaq üçün şam satırlar. Bir tərəfdən də pis əməl olunan insanlara qarşı qoruyucu bir dənə ceyran göbəyi satırlar. Yəni ki, dərmanı da özləri satırlar, silahı özləri də satırlar. Elə bil ki, 2-ci Dünya müharibəsindəki Amerikadır. Almaniya silah satır, SSR-yə dərman satır. Yəni həqiqətən maraqlıdır ki, yəni insanlar bunun nə qədər xeyrini görüblər ki, bundan istifadə eləyirlər, bundan alırlar, bir-birlərinə məsləhət görürlər və yaxud satırlar ki, dişil enerjini artıran şam. Yəni bir şam dişli enerjini necə artıra bilər? Əgər sənin içində Recep İvedik varsa, yəni doğrudan maraqlıdır ki, yəni Azərbaycanda maşinliklə məşğul olmaq bu qədər asandır. Yəni həqiqətən maraqlıdır ki, insanları aldatmaq bu qədər asandır.